axıdıl B variantı. Sonra sifonun rolu nədən ibarətdir? Kanalizasiya qazların mənzilə dolmasının qarşısını alır. A variantı. Əlüzyan hansı hissələrdən ibarətdir? Su qarışdırıcı, boşaldıcı mexanizm, çanar, su qarışdırıcı, axıdıcı çən, sifon. C variantı olacaq mənim. Su qarışdırıcı, axıdıcı çən, sifon. Bu C variantı. B variantı. Çanar, sifon. Baxın, su qarışdırıcısı var krantda da. Çanaqda, çanağın da altından deyirik ki, nəyə quraşdırırıq? Sinfonu quraşdırırıq da. Ona görə bunları ventildir, nə bilim orada var boşaldıcı mexanizmdir. Məsəl üçün unitazdaydı onlar. Yəni ki, onları qatışdırmırıq. İndi dördüncünü Ramil müəllim. Buyurun başlayın. Hansı hissə əlüzyanın quruluşuna aid deyil? Ventillər. Burada aid deyil, çünki birlincili qarışdırıcı krandır. 5-ci sual, onun xidməti sayəsində vanna otağının və mətbəxin havası təmiz qalır. Deməli, sifon vasitəsilə. Sonra, sifonun hansı növləri var? Deməli, butulqavari var, şəkilli və esvari var, U şəkilli var, büzməli var, B variantı. İndi saçdı müəllim. Necə də qaldırım. Sifonun belə növ... Çox getdi. Sifonun belə növü yoxdur. Butulqavari var, U şəkilli var, çəngəlvari sifon yoxdur, büzməli var. C variantı. Şəkildə sifonun hansı növü verilir? Bu büzməlidir. Büzməli sifon A variantı. Sonra şəkil onun hansı növü təsvir edilmişdir? Bu da U şəkilli sifondur. D variantı. D variantı. İndi Sevda müəllimə qaldırın, başlayın. Buyurun. 10-cu sual. Bəli. Şəkildə sifonun hansı növü təsvir olunmuşdur? Butulqavari sifon. Şəkildə sifonun hansı növü verilmişdir? Diz şəkilli, esvari. Sonra sifonun hansı növü adətən vanna otağında və mətbəxdə quraşdırılır? Vanna otağında butulqavari olacaq. Bəli. A variantı. Yuxarı verərsiniz. Başlayın. Buyurun. Vannanın duş kabinəsinin unitazın altına quraşdırılan sifon növü hansıdır? Duş. Bax, vanna, duş. Bir də haraydı? Unitazın. Bax, duşu dizlə. Duş, diz şəkilli. Bunlarla bir-biri ilə uyğunlaşdırın. Esvari. Yox, diz şəkillidir. Diz şəkilli. Bax, duş sözü varsa, duşla diz sözü bir-birinə oxşur da. Yəni, bu şəkildə uyğunlaşdırın, yadınızda saxlayın. 3 yer varsa, 3 hərfdən ibarətdir dizdə. Duş da dizə bənzəyir da, bir növ səsləndirmədə D ilə başlayır, 3 hərflidir. Yəni, bu şəkildə uyğunlaşdırın ki, duş kabinasının altı varsa, unitaz varsa, vanna varsa, əsasən duşu deyək da, diz şəkilliyə uyğun gəlir. İndi Sədaqət müəllimədirmi? Sədaqət müəllimə, buyurun. Nasıl oldu müəllim orada? Diz şəkilli esvari oldu, yoxsa diz şəkilli büzməli oldu müəllim orada? Bax, diz şəkilli esvaridir. Bircə dəqiqə, bax, görürsünüz, burada şəkildə verilibdir, bircə dəqiqə. Bax, görürsünüz, S-ə bənzəyir də. Ona görə, yəni ki, onu götürürlər də, diz şəkilli esvari. Büzməli sadəcə büzməli gedir. Bəli, müəllimə o aşağıdakını dediyi var, burada dedim ki, büzməli sifon Yox. 14-cü oxuyacağam mən. Bəli, Sədaqət müəllim. Hansı sifon qat-qat bükülmüş şlankdır? Büzməli sifon. Sonra nadir hallarda su buraxır, çünki olduqca az birləşmə nöqtəsi vardır. U şəkilli sifon, diz şəkilli esvari sifon, büzməli sifon. Bircə dəqiqə şəklini tapın. Siz fikirləşin. Bax, bu üstdə gördüyünüz şəkil büzməlidir. Düzdür? Bu altdakini görürsünüz U şəkillidir. Görürsünüz nə qədər birləşdirmə nöqtəsi var. Burada var, burada var. Amma bunda görürsünüz belə gəlir sadədir. Deməli, sadə olduğu üçün də həmin o simfon deməli hansındaydı?
14-cü. 14-də. Deməli, neynir? Ondan su axma ehtimalı da azdır. Çünki əsasən su hardan axır? Birləşmə nöqtələri boşaldığı zaman axır da, düzdürmü? Ona görə götürəcək Onda büzmə. bunun büzməli olacaq. Bəli, 15-ci büzməli. sualı. Sadəcə qat-qat bükülmüş şlakdan ibarətdir. Bəli. Tulkavari sifon hansı hissələrdən ibarətdir? Sonra tulkavari sifon Gövdə qapağı. tərpədmində bu hara keçdi? İndi açacaqdım. Onda başladı. Tərpədirsiniz müəllimə, yəqin üzəl vurursunuz. Bizdə tərpənmir. Yox, belə 14 qaldı aşağıda. Gedmir 16. Siz 16 yoxursunuz sədaqət müəllim. Bilirəm, amma getdi yuxarı. İndi necə açıldım ay müəllimə? Hə, indi açıldı, hə. Buyurun oxuyun. Biraz da yuxarı eləyin, zəhmət olmasa. Məndə gedmir axı. Hə, indi gedir. Tulkavari hansı hissələrdən ibarət? Biraz da aşağı eləyin, zəhmət olmasa. Bəlkə cərabatlar. 16-nı oxuyuram, değil mi? Bəli, müəllimə. Hə, tulkavari sifon hansı hissələrdən ibarətdir? Müəllimə bayaq dediyi əlinizlə özünüzü yaxınlaşdıra bilərsiniz. Yaxınlaşdırdım. Hə, indi buyurun. Gövdə qapağı, yox, çanaq yoxdur ki orada. Hansı olacaq bunun cavabı? Bax, A variantı. İndi bir dənə ona yenə bir də qayıdaq. Hamımızın ya. Bax, birinci nədir orada? Əl üzüyana birləşdirmə nöqtəsi. Yəni əl üzüyanın altına birləşdiririkmi? Düzdürmü? Sonra bərkidici ara qatı var idi, gövdəsi var idi. Bir də gövdə qapağı var. Gövdə ilə gövdə qapağı arasında da o bərkidici ara qat var idi. Onun hərəməsinə də şey sürtürdülər, silikon maddə ki, hermetik olsun, kip bağlansın. Məsəl üçün biz onu əyri bağlasaq, onun sızmasına səbəb ola bilərdi. Yəni alta su sızardı. İndi 17. Gülcöhrə müəllimə, zəhmət olmasa. Gülcöhrə müəllimə, 17-dən davam edək. Oxuyuram, elə biləm səsim açıqdır. Hansı hissə tulkavari sifonun hissəsi deyil. Gövdə qapağı, bərkidici ara qatları, qayqalar, kipgəc. Kipgəcdir burada, hə? Kipgəc idi, bəli. Kipgəci biz harada rastlaşmışdıq? Su krantlarında idi, səhv eləmirəmsə. Bəli, bəli. Sifonun sökülməsi və yığılması zamanı istifadə edilən alətlər hansılardır? Burada yastı dodaq kağıdı, montaj bıçağı, açardır, açar, bir də kipləşdirici silikon. Bəli. Vint açan, boru üçün ling açarı, kipləşdirici silikon. Bir də yumrağız kəlbətin yox, elə müəllimə düz vurğuladı ki, yastı dodaq kəlbətin. B variantı. Yastı dodaq kəlbətin. O hansı alətlərdən sifonun quraşdırılmasında istifadə edilmir? Vint açan, montaj bıçağı, çəkic, yastı dodaq kəlbəti. Montaj çəkic. Çəkic, bəli, döyəcləmə yoxdur orada. Vantuz nədir? Vantuz santexnika alətidir. Özüm cavabını dedim, burada hansı var? Rezin klapan qapaqlı, neçəncə Qapaqla, bəli müəllimə, rezin klapan qapaqla dəstəkdən ibarət olan santexnik alətidir. İndi Ramil müəllim, 21-dən başlayın. 21 şəkildəki hansı alətdir? Şəkildəki montaj bıçağıdır. 22 şəkildəki hansı alətdir? Bu vantuzdur. Doğru. Mənim bir tez zəhmət olmasa. Qaldırdım. 23 vantuz necə alətdir? Mexaniki santexnik alətidir. Çilincər alətidir. Yoxsa santexnik alətidir? Santexnik alətidir. Bəli, A variantı. Sifon hansı üsullarla hazırlanır? Sifon hansı üsullarla hazırlanır? Mexaniki, termiki. Hazırlanır olmaz. Yəqin ki, sinfonun təmizlənməsi deyər burada. Yəqin ki, səhv düşübdə ola bilər ki. Çünki mexaniki və kimyəvi üsulla təmizlənə bilər də.
Mexaniki və kimyəvi. Doğru. 25-i də oxuyun. Oxuyun, sonra o biri müəllimlər də 5-5 oxuyarlar, heç nə olmaz. Buyurun. Sifonun mexaniki yolla təmizlənməsində nədən istifadə olunur? Vantuzdan istifadə olunur. Bir vantuz idi Ramil müəllim. Bir də ki, nə edirdilər? Açıb təmizləyirdilər də onu. Mexaniki yolla. Amma kimyəvi yolladakı ki, o kaustik sodaydı. Bir də ki, isti suyla. Kimyəvi vasitələr də var idi. Deməli, dərman vasitələri əlavə etməklə. Da o kimyəvi vasitələr, kaustik sodaydı, səhv eləmirəmsə, onun adı idi. Bir də qaynar su axıdaraq tez-tez, yəni o yağlılığın qarşısını almaq olardı. İndi növbə saçlı müəllimədədir. 26-dan oxuyun müəllimə. 5-5 oxuyuruq. Sifonun təmizlənməsində kimyəvi vasitə olaraq nədən istifadə olunur? Kaustik sodadan, D variantı. Vantuz hansı hissələrdən ibarətdir? Rezin qapaq və dəstək olmalı. Rezin klapan və dəstək, B variantı. Aha. Gövdədir. Sifonun mexaniki təmizləmə texnologiyası ardıcılığını müəyyən edək. Sifonun dibi açılır, su tam axıra. Deməli, birinci suyu bağlamalıyıq burada. Görüm, haradaydı o sifon? Elə deyim, birinci suyu bağlayırıq. Altına qap qoymaqdır birinci. Birinci altına Birinci qap. suyu bağlayırıq, sonra suyu bağlayırıq, altına qap qoyuruq, sonra açırıq. İndi bilmirəm, burada açıq heç dibi açılır, su axana da görüm birinci hansıdır. Bax, əvvəlcə neylədik? Şəkildə də verilmişdi da. Əvvəlcə altına qab qoyurduq. Sonra altına qab qoyuruq, onun tam axırda gözləyirik. Biraz açırıq. A variantı. C variantına gəldik deyəsən. Sonra əvvəlcədən sifonun altına qoymaq üçün qab hazırlanır. Bax o, C variantı. C, A. Birinci C'dir, sonra A'dır. Deməli, birinci nə qardıq? Altına qab qoyduq. Sonra simfonun dibini açdıq. Sonra D variantı. Aha, sonra D variantı. Yığılıb qalmış zibilləri təmizlədik. Sonra dibinin germetik olmaq üçün kipləşdirici sürtdük. Kipləşdirici silikon sürtülür. Sonra da silikon vurup yığdıq. A variantıdır burada. Bəli, A variantı. İndi 29-a baxın, saçlı müəllimə. Çünki bu sifonu açıb yığmağı mənim işimdir. Onu mən dəqiq bilirəm elə özüm. Evdə mən o işimi... Vay maşallah. Həqiqi sözümdür də, indi zarafatsız. Doğrudan da o işi özüm görürüm. Hə, o mənim işimdir deyə ona ezbər verirəm. Bu neydi? O qolunda suyun getdi, hara getdi? Hə. WhatsApp gəlib girdi, əlim dəyib. 29-da mane olan tullantıların və havanın kənarlaşdırılması üçün nəzərdə tutulub. Axıdıcı vantuz. Vantuz, yəni o hava vuraraq, ora tökülən o suyun hərəkəti, məsəl üçün o dolur krantın altı. O vantuzla belə bir-iki dəfə hava vuraraq o təmizlənir də, tullantıdır. Məsəl üçün hava dolur, bəzən səs gəlir. Onun qarşısını alır. Son vaxtlar indi düzey dərsdə kənar da olsa, məsələn, mən özüm ona, məsələn, çaylı sodadır, qabartma tozudur, bir də sirkə töküb qaynar su tökəndə də yaxşı təmizləyir. Hətta əlimizlə bəzən tutulanda əlimiz o vantuzun rolunu oynaya bilir də. Əlimizlə belə üstündən bir-iki dəfə basanda da belə yüngül ilişik olanda açılır. Sifon təmizləmək üçün mən mi oxuyuram, yoxsa kimdirsə? 30-u da oxuyun, bəli. Sifonu təmizləmək üçün açmazdan öncə nə etmək lazımdır? Suyu bağlamaq lazımdır. Bəli. A variantı. İndi Sevda müəllimə 31-dən siz davam eləyin. Əgər sifon axıdırsa, buna səbəb nə ola bilər? Deməli, ya pis quraşdırılıb, ya da ki, çirklənib. C variantı. Sifonun növlərini uyğunlaşdırın. Diz şəkilli isvari bircə dəqiqə. Adətən vanna otağında və mətbəxdə quraşdırılır. Bu olacaq tulkavari sifon.
C, 3, yox A, 3A, 3-ə A. birdən var. 3A. Bir diz şəkilli esvari sifon olacaq. Vanna, duş kabininin unitazın altına quraşdırılır. Diz şəkilli duş. Aha. 2-də də B. Büzməli sifonda qat-qat püşülmüş şulanq deməkdir. Deməli 1C, 2B, 3də A. D variantı. Bunun mexaniki yolla təmizlənmə üsullarını seçin. Mexaniki vantuzla olacaq. Qaynar su dökmək. Mexaniki hərəkət deməkdir də. Bir söküb təmizləyə bilərik. Bir də vantuzla belə hava itələyərək deyək də, belə deyək. 2 üsulla. Mexaniki varsa, bax kimyəvi desəydi, o zaman o kaustik sodaydı və yaxud qaynar suyun tökülməsi. Bunları yəni ki, belə götürmək olar. Amma ki, mexaniki deyirsə, orada bir güc tətbiqi var da, hərəkət var. Hərəkət varsa vantuzla söküb təmizləməkdir. İkisini də oxuyun indi. Dələ nədir? Tələ növü. Avtomat cihaz necə qurğudur? Texniki qurğu. Aha. Davam edeyim. Sədaqət müəllimə. Sədaqət müəllimə. 3-cü testdən başlayın. Özünüzə yaxın çəkin testi. Aha. Neçənci sualdır? 3. Üçüncü sual. Avtomata sözü mənası nədir? Budur. Bəli. Deməli, öz-özünə işləyən. Aha. B variant. Sonra, jeton və kartla işləyən fırlanan xaçvari qurğu olan nəzarət cihazıdır. Bu turnigetdir. İnsanın müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən Texniki qurğu hansıdır? Bax, məqsədyönlü fəaliyyət göstərən texniki qurğu. Maşınla əlaqələndirmişdik. Deməli, Nə idi? müdaxiləsi olmadan avtomat nəzarətdir də. Avtomatik qurğudur da. Məsəl üçün deyirik, avtomat kukla kimi səhərdən axşama kimi dayanmırsan. Məsəl üçün avtomat kukla olur, öz-özünü hərəkət eləyən. O deməkdir da, yəni avtomatik qurğudur. məqsədyönlü fəaliyyət göstərir amma burada deyil. Avtomobil, tekstil, qida sənayesinin ayrılmaz hissəsi nədir? Qida sənayesinin ayrılmaz hissəsi deməli bu olacaq. Avtomatik cihaz. Bax, qida sənayesində bütün qurğular necə qurğulardır? Avtomat qurğulardır da. Çünki orada insan əməyindən az istifadə olunur. Yəni insan gücündən çox avtomatikaya üstünlük verirlər ki, işləri tez getsin. Məsəl üçün bir insan 5 dəqiqəyə gördüyü işi avtomat qurğular nə edir? O insanın 5 qatını eləyirlər. O 5 dəqiqə. Yəni tezliklə. Elə bir robot kimi tez işlər başa gəlir də. Ay sağ olun. Deməli nə olacaqdı onda cavabımız? Avtomatlaşdırma. Avtomatlaşdırma, hə. Sonra avtomatika nədir? Elmin və texnikanın avtomatlaşdırma qurğularının quruluşu və işləməsi birinci A variantı. Elə A variantı. Avtomatika özü bir elmdir də, bəli. Bəli. Hansı avtomatik qurğu? Belə əli vuran kimi gedirik yuxarı. Mən qaldım. Avtomatik qurğu istehsal. Hansı istehsal prosesinə maşın və arxasını oxuya bilmirəm. Gülcöhrə müəllimə, siz davamını gətirin, 8-dən gətirin. Müəllimənin olsa növbəsi bitdi. 8-dən indi siz gətirin, 5 dənə gedirik. 8. Hansı avtomatik qurğu istehsal prosesinə, maşın və mexanizmlərin işləməsinə nəzarət edir və nəzərə çarpan dəyişikliklər haqqında xəbərdarlıq edir. Avtomatik nəzarət. Avtomat nəzarət. Avtomat nəzarət. A. Hansı qurğu insanın müxtəlif mexanizmlərin işə salınması və dayandırılması əməliyyatlarından azad edir. Avtomat mühafizə, avtomatik nəzarət, avtomat idarə etmə, avtomat tənzimləmə.
Yəqin idarə etmələrdən. Bax, Yəqin. insan işə salır, insan dayandırırsa, deməli bu idarə etmədə, insanı idarə etmədən azad eləyirsə, olacaqdı avtomat idarə etmə. İdarə etmə. Bəli. 10. Avtomatlaşdırılmış qurğuların növlərini müəyyən edin. Avtomat nəzarət, avtomat elektromexaniki, mexaniki, avtomat tənzimləmə, burada quraşdırmadır, termoelektrik, elektron. Yox, növlərini tapırsan da. Avtomat Avtomat nəzarət 1, Aha. sonra avtomat tənzimləmə. Yox, mənim burada mexaniki olacaq. Bax, Mexaniki. bax 4 dənə verilmişdi bizə. Demişdi, bunlardan ən çox tanınanı da ikisi idi, E ilə başlayanlar. Mexaniki, elektromexaniki. Elektromexaniki, mexaniki. 3, 5, 6. B variantı. B variantı. Elektromexaniki, mexaniki. Mexaniki, elektron, bir də termoelektrik. Elektron. Hə, termoelektrik. Sonra neçəncini oxuyuram? 11-i yuxarı 11-i. qaldırdım. İşləyən avtomatlaşdırılmış prosesin ilk pilləsi hansı avtomatik qurğudur? İstənilən. İstənilən avtomatlaşdırılmış Birinci hansının adı prosesi. yazılmışdı kitabda? Mexanik. Mexaniki. Nəzarət. Nəzarət. Mexaniki Birinci nəzarət idi Hə, mənim. nəzarət. 11, 12-ni də oxuyun. Bilmədim ki, heç mən qarışdırdım. 12-ni də oxuyun, sonra Ramil mənim davamını gətirsin. Avtomatlaşdırılmış qurğulardan bir dəqiqə mənim. Çox yayılan hansı? Əlimdə burada iş görə. Avtomatlaşdırılmış qurğulardan ən geniş yayılanı hansılardır? Mexaniki, elektromexaniki, elektron, termoelektron. Ən geniş yayılanı elektron olar. Elektron, bir də elektromexaniki. 2 E ilə olanlar yadınızda qalsın. Geniş yayılanı soruşursa qurğuların avtomatlaşdırılmış. 2 E yadda saxlayın. Elektron, elektromexaniki. 2 ilə 3 hansı variant oldu? D. İndi Ramil mənim biraz yuxarı qaldırım, siz başlayın 13-dən. Neçəni oxuyuram? 13. 13-ü. Deməli, avadanlığı, dəzgahları, mühərrikləri, generatorları, məişət cihazlarını və cihazları Zədələmədən qoruyur. bir dəqiqə zədələmədən qoruyur. Bu avtomat mühafizədir. Mühafizə eləyir. Avtomatik qurğuları müəyyən edin. Avtomatik qurğulara aiddir. Deməli, avtomat nəzarət, avtomat idarə etmə, avtomat tənzimləmə, avtomat mühafizə. 2, 3, 5, 7. 5. 5, 7, bəli. Hansı avtomatlaşdırılmış qurğu deyil? Termoelektrik, elektron, avtomat idarə etmə, mexaniki. Hansı avtomatlaşdırılmış qurğu deyil? Burada avtomat idarə etmə qurğu deyil. C variantı. Bu qurğular normal prosesdən azacıq yayınma zamanı məşin və dəzgahların işini dayandırır. Avtomat tənzimləmə. Yoxsa idarə etmə? İdarə etmə. Normal, yəni ki, şey olmayanda, prosesdən azacıq yayınan zaman neynir? Mühafizə eləyir də, onların işini dayanır. Məsəl üçün, paltar yuyan maşında görürük ki, bir balaca, məsəl üçün, su düzgün, paltarlar düzgün şey olmur və yaxud su gəlmir, o dəqiqə dayanır. Deməli, neynir? Onu mühafizə eləyir. D bəndi. Davam edin. Mühafizə onda. 17. Hansı avtomatik qurğu bəzən məmulatların növlərə ayrılması və markalanması kimi işləri də yerinə yetirir. Avtomat tənzimləmə, yoxsa idarə etmə. Bunlar hamısı qarışıqdır adam beyni. Hansı avtomat məlumatların növlərə ayrılması və markalanması kimi işləri yerinə yetirir. Nəzarət edir də, yəni növə ayırır, bölür. Bunlar olacaqdır avtomat nəzarət etmə. Avtomatik qurğu deyil. Avtomatik qurğu deyil. Deməli, avtomatik Termoelektrik. termoelektrik. Onun növüdür termoelektrik. Aha. Bu qurğular texnoloji əməliyyatların əvvəlcədən tutulmuş plan üzrə həyata keçirməyə şərait yaradır.
Bu da yəqin ki, idarə etmə olardı. Əvvəlcədən idarə eləyir, nəzərdə tutulmuş idarə eləmədi. Bəli. Avtomat idarə etmə. Oxuyum yoxsa? Bilmirəm ki, növbə Bəs çatdı Saçlı müəlliməyə, yoxsa Yəqin çatar. hə, onda buyursun oxusun müəllimə. Neçəncədə qaldı Zahra 20-də müəllimə? müəllimə. 20-də. 20-ni oxuyun. Maşın və cihazlara verilmiş iş rejiminin insan müdaxiləsi olmadan qoruyub saxlayan avtomatik qurğu hansı qurğudur? Bu avtomat nəzarətdir, yoxsa idarə etmə? Bax, Mühafizə olar, tənzimləyir. saxlayan mühafizə. Bax, qoruyub saxlayırsa, deməli orada Tənzim. tənzimləmə iş aparır da, onu götürəcəyik. Hər bir avtomatlaşdırılmış qurğuda hansı mexanizmlər var? Ötürücü, gücləndirici, idarəedici, istehsal, yoxsa Bəli. idarəedici, Kitabda da tənzimləyici verilmişdi və öyle cümlə. tələyici? Elə odur, ötürücü, Ötürücü, gücləndirici, idarə edici, istehsal. Bax, kitabda da elə bir cümlə şəklində verilmişdir. Hə, bir variantı. var o. Bəli. Hər hansı bir avtomatik qurğu, bunu oxudum. 22. Qurğunun işığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə reaksiya verən hissiyat elementi nədir? Bu ötürücü avtomatdır görəm. Bax, deyir, gözləridir, qulaqları da ötürücülər qurğunun. Yəni, həm səsə, həm istiliyə, həm təzyiqə, rütubət, hər şeyə reaksiya verir. Ötürücü avtomat. Bəli, Ötürücü avtomat. bəli. Elektrik siqnalının gücləndirilməsi üçün nədən istifadə edilir? Elektromaqnit reli, elektron gücləndiricilərdən. Bəli. Sonra pillavari güclənmə nə vasitəsilə icra edilir? Elektromaqnit reli ilə. Bax, pillə, relə, l hərfləri var. Düzdürmü? Bunu belə yadda saxlayacağıq. Amma elektrik siqnallarının gücləndirilməsi üçün nədən istifadə olunur deyirsə, burada da elektron gücləndiricidən. Bax, bunların ikisini bəzən testə qatışdırırlar. Avtomat qurğular hansı əsas elementlərdən ibarətdir? Bunun elə cavabı çıxıb burada. Heç aşağıya baxmıram mən də. Nədir? Siqnal ötürücüsü, üzgəc, link, xüsusi qol, hərəkət, kontakt. Hərəkətli kontakt, o dəmir şey aşağı yuxarı eləyən. Aha. Sevda müəllim olsun. Sevda müəllimə, buyurun. Birinci testdən başlayın. Elektrik mühərrikləri. Deməli, elektrik mühərriki nədir? Elektrik mühərriki elektrik enerjisi çevirən qurğudur. Qurğudur, A variantı. Fırlanan maqnit sahəsinin alınmasına görə Elektrik enerjisini istiyə çevirmir axı, ay Sevda müəllimə. Elektrik enerjini mexanikiyə çevirir. elektrik enerjisini çevirən müəllimə. Safıq olur. Bəli. D variantı. Sahəsinin alınmasına görə elektrik mühərrikləri necə olur? Fırlanan maqnit. Mən bu mövzusunu heç mənimsəyə bilməmişəm də. Bax, mən nə demişdim? Kollektorlu, kollektorsuz. Fırlanda da L var idi. Kollektorsuzda da L var idi. Yəni, bu şəkildə yadımızda saxlamışdıq. Yaxşı. İstehsalatda və məişətdə ən geniş istifadə olunan hansı mühərriklər idi? Bunlar deməli kollektorlu. Bəli. Adi olunan cərəyanın növünə görə elektrik mühərrikləri hansılardır? Cərəyanın növünə görə Sabit və dəyişən. Bax, cərəyan varsa, bilirik ki, cərəyan sabit də ola bilər. Bir var sabitdir də. Məsəl üçün, transformatorlar nə üçündür? Evlərə çatmamışdan o cərəyanların zeyini azaldırlar, sabitləşdirir. Bir də var ki, sabit həm gah çoxalır, gah azalır. Yəni, bu zaman nə olur? Dəyişən olur. O dəyişən cərəyanın olması hər hansı bir xəttdə. Orada evlərdə olan, məsəl üçün, elektriklə işləyən avadanlıqların səhətinə deyək də, belə işləməsinə ziyan verir. Çünki gah qalxar, gah çoxalar, vurar, yandırar. Yəni, belə yadınızda saxlayın ki, deməli, neçə cür oldu? 2 cür. Sabit və dəyişən cərəyan növlərinə görə.
Fazaların miqdarına görə hansı elektrik mühərrikləri var? Faza, burada demişdiniz bir faza, 3 faza. C variantı. Bəli. Elektrik enerjisini mexanik enerji çevirdiyi kimi mexanik enerjini elektrik enerjisinə çevirə bilir. Elektrik enerjisi mexanik enerjiyə elektrik mühərriki. Bəli. Bircə dəqiqə. Sonra Deməli, elektrik enerjisi. Kollektoru deyil mi? Yoxsa kollektoru mühərrikdir. Kollektorludur, bəli. Elektriyi mexanikiyə çevirən kollektorludur. Sakit. Sonra elektrik mühərriklərini əlamətlərinə görə uyğunlaşdırın. Fırlanan maqnit alınmasına görə fırlanan maqnit Bax, fırlanan l-ları axtaracağıq. Hansı var idi? Kollektorsuz. Bir. Aha. İstifadə olunan cəhətin növünə görə bunu demişdi sabit dəyişən C. 2C. 3-də fazaların miqdarına görə də fazalı. D variantı. İndi Sədaqət müəllimə 8-dən davam eləyin, zəhmət olmasa. Neçəncidən? 8-dən, lap yuxarıda, şəkildən üstə. Kollektor hansı tərkib hissələrdən ibarətdir? Deməli, 2 dəyici dəstə, 2 elastik metal növbədən, 2 yarım dairə kontaktlarından, növbə və sarğıdan ibarətdir. Nüvə və sarğıdan ibarət olan nə idi? Lövbər idi də, səhv eləmirəmsə. Nüvə və sarğı idi. Deməli, 2 yarım dairəli kontak varsa, bu olacaqdı kollektorun tərkib hissəsi. 2 yarım dairəli kontak lövhədən ibarət olan kollektorun tərkib hissəsi idi. Amma lövbərdirsə, nüvə və sarğıdan ibarət idi. Başa düşdüm. Şəkildə kollektorla elektrik mühərrikinin hansı hissəsi təsvir olunub? Bu rotordur da. Rotor. Eyni zamanda valda deyilir. Rotora val deyilir. Sonra maqnit sahəsinə görə cərəyanlığa naqilə təsir edən qüvvənin istiqaməti nə ilə təyin olunur? Sol əl qaydası ilə. Sonra elektrik mühərrikinin hərəkətsiz hissəsi. Burada S varsa, yəni stator olacaq. Stator olacaq. B variantı. Rotor hansı hissələrdən ibarətdir? Bayaq dediniz, növbə və sarğıdan. Elə dediniz? Bəli. Nə? Sonra lövbər hansı tərkib hissələrdən ibarətdir? Bircə dəqiqə. Lövbər və kollektordan idi rotorun hissələri. Bir də növbədən. Kollektor, bax, rotorun hissəsidirsə, Sədaqət müəllimə, bircə dəqiqə, bir də baxaq. Bax, rotorun 12-ci testdə baxırıq, hissəsini hansılardır-desə, lövbər və kollektor. Valda da L var, lövbərdə də var, kollektorda da L var. Belə rotorun ikinci adı valdır da, düzdür mü? Belə uyğunlaşdırmışıq. Amma lövbərin hissələridirsə, lövbərin hissələrinə nə demişdik? Nüvə və sarğı. B variantı da 13-dədir. 14-də də baxın, sonra o biri müəllimlər baxsın. Şəkildəki nədir? Şəkildəki kollektorlu elektrik mühərrikidir. 14-ü aldıqca. 14-də də bir dənə baxaq. Elektrik mühərrikin fırlanan hissəsi nədir? Rotor. Fırlanan hissəsi rotordur, A variantı. Aha, indi 16-dan Gülcöhrə müəllimə. Şəkildəkini dedik də, şəkildəki nə oldu? Bayaq dediniz. 15-də. Rotor. Kollektorlu elektrik mühərriki. Kollektorlu elektrik mühərriki C variantı. Aha, indi 16-dan oxusun bizim Gülcöhrə müəlliməmiz. Buyurun. Ay.